Tamamdır. Deməli başlayaq. Keçən səfər belə deyim, biz API-lərimizlə bağlı müəyyən qədər dəyişikliklərimizi elədik. ID məsələsini vurğuladıq. Qısa olaraq hələ ki, təbii ki, ilkin baxışımız idi o ID məsələsinin. Daha ətraflı verilənlər bazasını keçəndə belə deyim də orada tamamlayacağıq artıq bu mövzunu tam aşina olacağıq bu mövzuya. Ən son belə deyim də biz qaldıq HTTP statuslarda və action result belə deyək də interfeysin istifadə etməyə başladıq. Onu da dedik ki, front-endə daha rahat olsun deyə və dedik ki, burada göndərilən məlumatlar dəyişə bilən olduğuna görə statuslarsa sabitdir. Sabit belə deyək də ədəddir. Sabit ədədlə onların işləməsi daha rahat olur deyənə əvvəlcədən belə deyim də məlumatlarına baxmadan, daha doğrusu belə deyək, API-dən gələn məlumata baxmadan statusundan bilir ki, burada belə deyim də vəziyyət nədir? Məsələn, xəta çıxa bilər, data olmaya bilər, data tapılmaya bilər, problem yarana bilər və sair müxtəlif problemlər yarana bilər. Detallı şəkildə əslində belə eləyə bilərik. Elə bərabər bir yerdə baxaq. Status HTTP status kodlardır. Status kodlar çoxdur, belə də toplu halda. Amma bunun hər biri aktiv istifadə edilmir də. İndi bəziləri az, bəziləri çox istifadə olunur. Və bu aralığa fikir versən, ümumi olaraq hardasa 5 yerə bölünüb. Birinci situasiya belə deyim, məlumat xarakterlidir. Bu bunu belə deyim də çox az istifadə olunur bu aralıq. Ən çox istifadə olunan aralıq budur. Bu 300-lər də belə deyək də. Gəl əslində point olaraq verək ki, belə deyim aktivliyin biraz fərqləndirə bilək. Məsələn, ən çox istifadə olunan birinci yerə bunu yaza bilərik. Xətalarımız çıxdığına görə ikinci. Bu icazələrlə bağlı və yaxud yönləndirmələrlə bağlı. Hətta bu 4 eləyək. Bunu da 3 eləyək. Ardıcıllıq, əgər belə deyim də istifadə nöqteyi nəzərdən ardıcıllığa bölsək, bu formada bölmüş ola bilərik. Saksız hallar çox olur. Niyə görə? Çünki məlumatlar belə deyim də kod birinci belə deyək. Layihəmizi hazırlayanda təbii ki, problemlər yarana bilər. Debug mərhələsi deyək və yaxud belə deyim də development mərhələsi deyək buna. Bu mərhələdə problemlər çıxa bilər, amma onlar xəta adlandırmır da. Çünki layihəmizi hazırlayanda, kodumuzu yazanda təbii ki, gözdən nəsə qaça bilər, yayına bilərik. Onu da belə deyim, API-lərimizi yazanda da deyək. Hazırlayana qədər özümüz zaten kodumuzu run eləyirik, debug eləyirik, test eləyirik ki, görə ilkin olaraq da bizim verdiyimiz, bizə verilən daha doğrusu tapşırığa, taska uyğundurmu yoxsa yox. O situasiyada çıxan problemləri saymırıq. İndi məsəl üçün bizim belə deyək də front-enddə təqdim eləmək istəyirik API-yi. Artıq dedik ki, bunu mərkəzi bir yerə qoymalıyıq. Buna biz server demişdik. Məlumatlarımızı göndərdi. Burada applicationımız belə deyim, ayağa qalxdı. Artıq bu hər belə deyim, çox şəxs tərəfindən əlçatan olur. Öz notebook'umuzda bizim üçün əlçatandır. İndi əlavə konfiqurasiya eləməklə eyni şəbəkədə olan digər cihazları da aktivləşdirmək olar. Amma o da belə deyim, yaxşı versiya deyil. Sənin kompüterin işləməsə, sənin kompüterində run olmasa o application digər onu istifadə etmək istəyən şəxsə də əlçatan olmayacaq, yəni sönük olacaq. O çox asılılıq yaradır. Ona görə o situasiyanı nəzərə almırıq. Okey. Deməli, bura göndəriləndən sonra artıq frontend tərəfindən buna verildim də istəklər göndərilir. O da öz kod hissəsində belə deyim də gələn cavablara uyğun pageləri, səhifələri yığır, düzəldir. İndi burada dedik ki, bax gələn bu status kodlarına görə frontenddə belə deyim də müəyyən necə deyə mərkəzləşdirilmiş bir hissə düzəldir və yaxud komponent düzəldir belə deyək. Bu status kodlarla daha rahat işləsin deyə. Məsələn 200 aralığında gələnlərdən bilir ki, uğurlu bir şeydir. Əməliyyat yerinə yetirilib, uğurla yerinə yetirilib və orada bir-iki xırda belə deyim də oynama prosesi ola bilər. Məsələn 200 ilə 201 arasında xırda bir fərq var. Hər ikisi uğurludur. 200-də sənə data geri göndəriləcək, 201-də isə heç bir şey data göndərilməyəcək. Front-end də baxır o status kodlara ki, 201-dirsə, uğurlusa şey tamamdır. Mən heç bir data gözləməyəcəm. Mənə də heç bir data qayıtmayacaq. Mən də yoluma davam edəcəm. Öz kod məntiqimi yazacağam. Bunlar uğurlu rəqəmlərdir. Yəni hər şey qaydasındadır. Bu 300-lər belə yönləndirmə məsələsidir. Ola bilər ki, URL tapılmadı, başqa bir yerə yönləndirildi. Ola bilər belə deyim də bu köhnə bir versiyada qalıb, yenilənib, nəsə olub. Bu bəd hal deyil.
Məsələn, belə bir şey. Elə bil ki, tutaq ki, əvvəl X istifadə edirdilər. Bunun indi dəyişiblər X1 qoyublar. Buradan bura arasında redirect verirlər. Yəni bura request atanda sorğu gedəndə bu gedir yönləndirir bura, buradan cavab gəlir. Belə bir situasiyadır. Sonra belə deyək ki, ən çox məşhurlarımızdan biri bu həmin dördüncü sırada olan 2 ilə dəyərləndirdiyimizdir. Bu isə bizim xətalarımızdır. Backenddə çıxan hər hansısa bir xəta ilə bağlı olur. Məsələn, belə deyək. Ola bilər ki, göndərilən məlumat uyğun olmaya bilər. Ola bilər göndərilən məlumat bizim API-lərimizi qəbul elədiyi məlumat miqdarından çox ola bilər. Sonra o məlumat tapılmaya bilər. Axtardığı məlumat frontend göndərib bizə məlumat istəyir ki, belə bir məlumat ver. O məlumat yoxdur. O situasiyada 404 qaytararıq ki, yəni belə bir məlumat yoxdur. Bu kimi hallarlandır. Bu backendimizlə bağlı olur da, belə deyək, bizim yazdığımız API kodla. Bu cür xəta gəldisə, aldıqsa, birinci baxacağıq ki, backendimizə. Hə, bax, elə bunu qeyd eləmişəm. Bax, bu əslində backend üçün də önəmlidir. Məsələn, indi bax, bizim API-miz serverdə yer alıb da, düzdür? Hər hansısa bir API-mizdən xəta qayıdır. Bu qayıdan xəta koduna görə asanlıqla təyin eləyə bilirik ki, problem nədən baş verə bilər. Düzdür, belə deyək də, çox asanlıqla yox, təxmin eləyirik ki, artıq hardan baş verə bilər. Məsələn, 300 ilə bağlı gəlibsə, deyirik ki, bu xəta deyil, yönləndirmə var. 400 aralığına gəlibsə, biz artıq backend kodumuza baxacağıq. 500 ilə gəlibsə, biz backend kodumuza baxmayacağıq. Orada gedib şəbəkəyə baxacağıq və ola bilər verilənlər bazası da fərqli serverdədirsə, bunlar arasında şəbəkə əlaqəsi, verilənlər bazasında hər hansısa bir problem ola bilər, run olmaya bilər, bizim API-lərimiz gedib ora sorğu göndərməyə bilər və s. bu kimi situasiyadır. Və yaxud şəbəkə itə bilər, nədirsə belə. Digər tərəfdən, hə, serverin məsəl üçün resursları, RAM-ı, storage deyək də, benim daimi yaddaşı dola bilər və s. və ilə axır. Bu kimi səbəblərdən olur. Yəni bizim applicationımızdan qaynaqlanmır. Okey. Bu həmin bu 500 dediyimiz də budur. Dediyimiz kimi də həm birinci önəmli qism təbii ki, front end üçündür, həmçinin də back end üçün də bu status kodlarının önəmi var. Bilirik ki, təxminən problem hansı hissələrdə baş verir. İndi bayaq dediyim, indi 500 ilə bağlı olan bir neçə dənə əlamət var. Onlardan hər hansısa birisi artıq dəqiqləşdirmə ehtiyac lazımdır. Amma ən azından bizi qabağa atdı ki, hə, bu 400 ilə bağlı xətalar deyil, yəni bizim applicationımızda problem deyil, sadəcə sistemdə problem var, onu da axtarıb tapmaq olar. Belə, bu status kodlarımızın detallısıdır. Daha doğrusu belə deyək də, ümumi halda bu kodlardır. Buradan xırda halda da aşağılara düşdükcə müəyyən informasiyaya baxacağıq. Yəni bunlar çox-çox az istifadə olunur. Yüzlər. Ona görə bax, heç fikir ver, 100 var, 101 var. Sonra 103. 4 dənə cəmi aktiv istifadə olunan kimi var da, belə deyək. Okey, keçək. 200 belə deyək də, okey, qabağına yazıldığı kimi də uğurlu sorğudur. Məsələn, buna fikir ver. Success depend on HTTP metoddan asılı olaraq success olan haldır. Hansılarda istifadə olunur? Buna fikir verək. İndi bircə dəqiqə bunu belirləyək. Hə. Deməli, buna fikir ver. Get sorğusunda istifadə oluna bilər. Hidi düzün hələlik saxlayaq, onu izah eləyəcəm. Putla postu biz izah eləmişdik. Səhv eləmirəmsə, trace də hələlik saxlayırıq. Bunlar çünki informasiya xarakterli olanda hələ ki bizim API-lərimizlə bağlı elə də aktiv istifadə eləmirik. Bunlar deməli, update ilə bağlanan əməliyyatlardır. Update-in nəticəsində də biz yenə 200 OK qaytara bilərik. Deyəcəyik ki, məlumat uğurla yenilənir. Yenilədiyim məlumat bu. Bu halda məlumat təqdim eləyəcəyik geri. 201 var. Deyir ki, bax, request uğurludur. Və new resource yaradılıb. This type, hə, bax, bu hissəyə fikir ver. Deyir ki, bax, request uğurludur və yeni rekord, məlumat əlavə olunub. Elə bil bu məsəl üçün aşağıda zaten nümunə verib elə 2 dənəsinə də. Biri ola bilər verilənlər bazamıza məlumat əlavə eləyirik. Bu 201 qaytarmışsa deməli hər şey qaydasındadır. Uğurlu olub, məlumatda əlavə olunub. Frontend də 201 alsa deyir ki, üçün belə deyim də, məsəl üçün pop-up bir dənə ekran çıxardacaq ki, əməliyyat uğurla icra olundu və yaxud məlumatlar bazaya əlavə edildi və s. və ilə bu kimi məlumat çıxardacaq. Okey. Eyni ilə putda da, yəni belə deyək də, nədir? Update əməliyyatımız uğurla həyata keçirildi. E, Bu öz yerinə oturdu ki, məlumat artıq verilənlər bazasında uğurla yenilənibdir. Ən çox məsəl üçün belə deyim də 200-lərdən aktiv istifadə olunan bax bunlar, bu statuslardır. Sonra 202 var. The request has been received but not
Accepted upon this non-conventional notice. Okey, 201 yox, bazı istifadə olunur. Bir dənə ekran təmizləyək. 204. Hə, bu da bir nisbət istifadə oluna bilər 204. Hə, deməli, nə deyir? But header are you useful, the user agent may be updated. Bu verilənlər bazasında update əməliyyatı yerinə yetirməyən də olur 204 ilə bağlı da. Əməliyyatın uğurlu keçdiyini sayılır. Məsəl üçün, nə isə yoxlamaq istəyirik. Belə ola bilər də. Servisin və yaxud API-mizin ayaqda olub olmadığını yoxlamaq istəyiriksə, o situasiyalarda bax bunu istifadə edə bilərik. API-ya front request göndərəcək ki, məsələn, servis ayaqdadır yoxsa yox. Orada spesifik bir dənə API düzəldirik. Nə verilənlər bazasından işləyir, nə hesablama aparır, nə heç nə. Sadəcə bir dənə qısa olaraq belə bir informasiya qaytarır. Bu da bizim nə işimizə yarayır? Bütün belə deyək də, backendimizi yoxlamaqdansa açıq bir dənə daha doğrusu API yazırıq, çox sadə. Sadəcə geriyə 204 qaytarır. Bu da məsəl üçün bizim applicationımızın, həm də serverimizin ayaqda olub olmadığını yoxlayır ki, salamatçılıqdır hər şey. Prosesə davam eləmək olar. Tamam, bunlar ilə də aktiv istifadə edilmiş. Sonra 200 redirect, 301 unutalım. Hə, bax həmin bayaq dediyimiz 301 olsa, bu artıq belə deyim də, hə, bunu harda istifadə edə bilərik bir də. Ola bilər ki, əvvəl belə bir funksiyonallığımız və yaxud API-miz olub, indi artıq o ləğv olunub da belə deyək. Hər hansısa bir səbəbdən. O situasiyada 301 qaytarar ki, bu yenə də bilinsin ki, bu əvvəl olub, amma indi ləğv olunub. Onunla bağlı necə informasiya lazımsa front təqdim edəcək. 302 diyor. Bu found hə, tapılıb. Yox, bu da istifadə eləməyəcəkdən bircə dəqiqə digər aktiv nə var ona baxacağıq. 303, 304 yox, 307 yox. Keçək hə 400-lərimizə. Buraları da kiçik olaraq üstündən keçək. Deməli 400 bizim dedik ki 4 ilə başlayanlar da belə deyək 4 deməyə backendimizlə bağlı olan problemdir. Artıq bizim backend kodlarımız API-lərimizlə bağlıdır. 400 nədir? Deyək ki, bax, server cannot or will not process a request due to something that's a processable client error. Hər hansısa bir xəta səbəbindən bu elə bil ki, bizim yazdığımız bir API məlumatı işləyə bilmir. Hə, ola bilər ki, məsəl üçün, backenddə sintaks problemi olub, ondan qaynaqlanır və yaxud request mesajına fikir verir, invalid gəlib, uyğun deyil, o situasiyada ola bilər. Sonra keçdi bu aktiv istifadə olunan 401 hə, bu unauthorized qabağından yazıbdır. Bu nədir? Məsəl üçün, biz normalda məsələn bizim taş sistemimiz var və yaxud elə sosial şəbəkələrdə misal göstərə bilərik. Sosial şəbəkələrdə əksər hissəsinə adətən login olandan sonra biz daxil olub istifadə edə bilirik axı. Username-imizi yazırıq, parolumuzu yazırıq. Bir dənə də OK düyməsinə vurduq, login olduq. Ondan sonra digər sistemlər, servisləri, nə bilim, postlara baxırıq, paylaşımlar eləyə bilirik və s. və ilə axır. Bu hissədə belə deyim də login olma prosesi gedir. Yəni istifadəçinin application tərəfindən tanınma prosesidir bu. Bu məlumatları göndərirsən, sənə cavab olaraq qaytarır ki, sən bizim sistemdə varsan yoxsa yoxsan. Varsansa sənə spesifik simvollar falan göndərir. Bu simvollar səni artıq sistemdə təmsil eləyir. Əgər o yoxdursa, sən sistemin hər hansısa bir API-nə müraciət eləmisənsə, hansı ki, təbii ki, o API-də mütləqdir ki, belə deyək də, xüsusi simvollar tələb edən API olsun. O situasiyada sən həmin API-yi xüsusi simvollar olmadan çağıranda belə bir xəta alacaqsan. İndi 401 aldınsa, artıq biz yenə backend kodumuza baxmayacağıq. Bu arada 401-dirsə, deməli, sənin istifadəçinin və yaxud frontenddə çağırdığın API, sən düzgün simvollar toplusu göndərmirsən ki, istifadəsini müəyyən etmək. Ona görə belə bir xəta qayıdır. OK, sonra düzgün payment required. Bu ödənişlə bağlı olandır. Bu da az istifadə olunur. Sonra 403 nədir? Hə, indi bax 403, 401-dən elə bir sonra gələn kimidir. Niyə? 401-də ümumiyyətlə istifadə sistemə girə bilmir. Heç bir icazə yoxdur da, belə deyim. 403-dəsə bunun xüsusi simvolları var. Yəni bu sistem tərəfindən tanınır. Amma bəzi API-lərə bunun icazəsi yoxdur. Məsələn, bu API-dən istifadə edə bilməz. O situasiyada 403 qaytarırıq. 404 artıq notfonda o API-miz mövcud deyil ümumiyyətlə. Məsələn, belə ola bilər.
Frontend tərəfindən hər hansısa bir API çağırılır, amma elə bir API yoxdur. Və yaxud da ola bilər ki, nəsə səhvə yol verib, API səhv qeyd edib də, belə deyim sizə API linkin. O situasiyalarda biz ona geri qaytarır ki, 405 yoxdur. Sonra aşağı bir dənə də düşək. 405-də istifadə olunub. Deməli 405 nədir? Bizim API-miz var, amma yanlış göndərilib. Məsələn, bizim belə bir fikir ver. Get API-miz var bu formada. Bunu prosta postla, nə bilim, delete-lə və s. digərləri ilə çağırmağa çalışır. O situasiyada şey verir. Nədir? Belə bir xəta qaytarırıq ki, 405-dən, yəni bu metod yanlış göndərmisən. Məsələn, getdi, amma sən delete göndərmisən və s. və ilə. Səhv göndərdiyin haldadır. Okey. Bu da 405. Sonrakılar konflikti, qonadı, links bunlar az istifadə olunur. Content toolbar. Bu adətən belə deyək, elə 4 xətası ilə qaytarırıq. Validation kimi olanda da content böyüdü yoxsa yox. 413 nadirən istifadə olunur. Ona hələ ki baxmayaq. Bunları yox. 429. Bu da bəzən istifadə olunur. Yenə də belə deyim də xüsusi hallarda olur. Bax, adına da fikir ver. 429. Too many request var. Elə bil sən bir dənə API yazmısan. Cari anda məsələn də 1 milyon, indi 1 milyon biraz realistikdir. Nəsə də fərz eləyək ki, belə bir situasiya. 1 milyon sorğu gəlir 1 saniyə içində. Bu halda sənin sistemin buna cavab verməyəcək də. Bu kimi halları qabaqcadan almaq üçün müəyyən tədbirlər görürsən ki, mənim API-mi məsələn 1 saniyə ərzində 200 dənə şəxs çağıra bilər. 201 oldusa, artıq 201-ciyə bax bunu göndərəcəksən ki, request hal-hazırda belədir, sənin requestin gözləmədədir. Onunla bağlıdır. Bu da biraz istifadə olunur. Sonra keçək, burada nələrimiz var. Deməli, bu artıq serverlə bağlıdır. Hansı ki, dediyim bizim API-miz, backendimiz salamatdır. Hər hansısa bir API-də problem yaşamırıq. Lakin bizim API-mizin yerləşdiyi sistemdə problem var. Sistemdə dediyimiz nədir? Şəbəkədən tut, networkdən. Serverdə gedən müəyyən proseslərə qədər. Burada dedik ki, RAM-da problem çıxa bilər. Sonra storage-də, SSD-də də belə deyim, daimi yaddaşda problem çıxa bilər. Sonra dedi əgər başqa bir serverdədirsə bizim verilənlər bazamız orada bir problem çıxıbsa, biz onunla kommunikasiya eləyə bilmiriksə və s. və ilə. Bu kimi situasiyalardan çıxır. Bax 500 verdiysə, artıq serverdən ümumiyyətlə cavab vermir. Bu arada belə də ola bilər. Server ümumiyyətlə sönüb. Məsələn, necə ki notebookumuzu söndürürük, eyni qayda ilə server də sönə bilər də, shutdown eləyiblər. Vəsiyo bu artıq bu situasiyada bizim heç belə deyim də frontend bura har request göndərsə heç bir halda gəlib çatmayacaq. Bu ümumidir. Sonra not implemented request is not supported by the server and cannot be handled. Bu request istifadə göndərilən daha doğrusu API heç bir halda backend tərəfindən belə deyim də işlənmir. 502 bad gateway-dir. Bu da aktiv istifadə olunur. Hə, bu bizim artıq, məsələn, server salamatdır RAM zadda. Düzdür, RAM-ı deməyək. Serverə, məsələn, belə bir şey deyim. Ping əməliyyatını bilirsən Windows-da. Xeyr, mənim bilmirəm. Hə, tamam. Gəl elə bir tez dəqiqə deyim konsol açma eləyirsiniz. Məsələn, bax, fərz eləyək ki, elə belə açıq şəkildə yazacaq. Gözlə bizə dəqiqə. CMD-ni bir dənə açaq. Bax, bu Windows-a məxsus bir ping əməliyyat belə deyil, bir əməliyyatdır. Nə işə yarayır? O API-ya və yaxud belə deyim də domenə bizim ə, əl çata bilərliyimiz necə deyirlər o? Belə də o həm servisin ayaqda olduğunu yoxlaya bilərik ki, yəni randır yoxsa yox. Həmçinin də bizə icazə varmı yoxsa yox. Onu yoxlaya bilirik. Yəni bir neçə belə deyim də mənası var. Elə ping yazdı. Ondan sonra biz burada məsəl üçün domenimizi qeyd edə bilərik. Və buradan gələn cavaba əsasən biz bilirik ki, bu servis ayaqdadır yoxsa yox. Üzr istəyirəm. Servis yox, server. Çünki servisi yoxlamaq üçün artıq fərqli yöntəmlərdən istifadə edə bilərik. Bax, ümumi yoxlayırıq ki, FBI bu domain
Salamatdır yoxsa bu domenin də arxasında indi hansısa bir server durur da API durub, nə bilim, view-dur, IP HTML-dir. ünvanıdır, hə? Necə? Onu göstərir. IP ünvanını Hə, yazıb, aysa sonra da üçüncü situasiyada bax, həmin görürsən bu domeinin arxasında duran IP ünvan. Bax Facebook'un elə bir IP adresi var budur. Daha bildim. doğrusu facebook.com. Bu arada burada domain məsələsində məsələn şeylər də olur. Subdomainlərdə. Məsəl üçün tutaq ki y.fb.com. Məsələn biz bura ping atanda ola bilər ki, bəzi fərqli IP versin bizə. Amma hal-hazırda şey belə deyək də, fb.com-un əsas domain və IP adresi bax budur. 249.35. Bizə də uğurlu cavab verib. Buradan gələn belə deyim də cavablara əsasən müəyyən eləyə bilirsən ki, bax uğurludur. Görürsən byte verib, biz 232 byte reply falan filan. Hə, həmin bax bu ping əməliyyatı ilə yoxlayanda bircə saniyə bunu kənara çəkək. Nə izah eləyirdi? Hə, ping əməliyyatından yoxlayırıq. Bax, eyni bu qaydada cavab gəlir. Amma fərz eləyək bizim yazdığımız API-miz bax, belə bir domendən çıxır. API fb.com-dan çıxır. Bax, indi fikir ver. Belə bir hə, görsən bax request timeout-a düşdü. İndi bax bizim ssenarimizə qayıtsaq, server salamatdır. Yoxladıq ki, məsələn də bu salamatdır da, düzdür. Amma gəlib bizim API-larımızın iminli. İndi bu da belə deyək də biz API-mizi yazdıq, serverə deploy elədik. Sonra domainlə həmin müəyyən konfigurasiyalar olunur. Bizim artıq belə deyim də API kodlarımıza giriş bax bu domaindən olur. Bu domenə request atanda, ping atanda belə bir timeout gəldisə, bu o deməkdir ki, bax bizim bu servisimiz artıq run olmur. Yəni sönüb də stop olub API-miz, API application'ımız. Amma baxmayaraq ki, server ayaqdadır. Bayaq biz dedik ya 500 nədir? Ola bilər ki, server ümumiyyətlə bax bura mən ping atsaydım, buradan da timeout qayıdacaqdı. Server ümumiyyətlə respons belə deyim, respons verə bilmir heç bir halda. Application'ımız ola bilsin, problem yoxdur ya. Amma lakin serverdə indi RAM dolub, nəsə resurs çatışmazlığı ucbatından, səbəbindən. Bu ayaqda deyil. O 500-lər bax ona aiddir. 500-də bizim həmin servislərimiz ayaqda deyil. 503-də müəyyən servislərimiz belində ayaqda, müəyyən servislərimiz ayaqda olmadığı hallardır. O biraz fərqli olur da. Bizim bir neçə belində API-lərimiz olanda, API gateway-imiz olanda falan o situasiyadır. Onu hələ ki indi demirəm, sonra deyəcəm. Bu da onunla əlaqəlidir. 505. Bu adətən istifadə olunmur. Bunun əvvəldən 404 veririk. Tapılmayanda və yaxud 405. Loop, not extend, network adaptation. Bunlar da çox belə istifadə eləmirik. İndi hələlik bunların üstünə sürətli şəkildə keçdim. Onsuz bundan sonra bunlar aktiv istifadə edəcəyik və belə deyim də, əsas aktiv istifadə edəcəyimi onsuz da vurğulayacağıq. Sadəcə sürətli şəkildə keçdim ki, qısa olaraq izahları budur. E, və ümumi halda da yenə baxmaq istəsən, buradan girib baxa da bilərsən. Tərcümə etibarı ilə səhv eləmirəmsə görüm nə dillərə var. Yox, buranın tərcüməsi yoxdur. Remember language. Bu deyil, bu. Hə, nəsə, okey, ona çox da taxılmıram. Deməli, ümumi olaraq bax, bütün HTTP kodlar buradadır. Biz bəzilərinin göstərdiyi hansılar aktiv istifadə olunur. Proqram, belə deyim, dərsimizin gedişatı boyda lazım olan hissələrə değinəcəyik. Yəni, bu birdən-bir onsuz da hamısını yadda saxlamaq, belə deyim də, mümkün deyil və Plus-dakı hamısını yadda saxlamaqda ehtiyac yoxdur. Və Plus-dakı, hə, belə bir şey vurğulayım. Yəni, bu nədir bu? Həmin HTTP status kodların həmişə bizə çox aktiv lazım olmayacaq ki, yəni vurğulayaq ki, bu API-miz belə HTTP status kodla qayıtdı, o birisi ondan, bu birisi bundan. Bizdə zaten .NET özü müəyyən funksiyalar təqdim eləyib də, hansı ki, keçən dərsimizdə müəyyən qismi ilə tanış olduq. Bax, OK funksiyası idi. Sonra bad request var idi. Not found istifadə eləməmişik, onu da istifadə eləyəcəyik. Onlar artıq arxa tərəfdə özü təmin edir bu status kodların. Bu okey. İçinə gəlsək, görək. F11-lə getməli idim. Bizə də bu ildə stop eləyək. Gəl görək. Bir dənə keçsin. Hə, buradan da əslində görə bilirik prinsipcə. Amma nəsə də redarək olduq. Bax, bunun 2 dənəsi var. Görək. Biz burada, hə, bax, vurğulayıb. Deməli,
Bu 200 qaytaracaq geriyə, bu da 200 qaytaracaq. Sadəcə bu heç bir nəticə qaytarmır, bu isə nəticə qaytarır. Bu onu göstərir. Sonra bir dənə də belə bir şey olmalı idi. Not content. Dəqiqə. Not content idi yoxsa created idi? Bizə dəqiqə görürüm. Created. Bizə dəqiqə. Bax, buna fikir ver 201. Məsələn, biz əgər dedik ya, bəzi situasiyalarda ola bilər ki, bizə backendimizə məlumat göndərilir. O məlumatı işlədik, verilənlər bazasına mı yazacaqdıq, harası yazacaqdıqsa yazdıq. Sonra artıq fronta sadəcə 201 status kodunu göndəririk. Heç bir məlumat göndərməyə əlavə. 201-də front bilir ki, hər şey qaydasındadır, məlumatlar otur. Budur. Sonra məsələn bax, not fond yazsaq bura. Yenidən təkrardan üstünə gəlsək, fikir ver, bax burada həmin 44 kodu çıxdı. Bu hansı situasiyalarda da istifadə edə bilər? Məsələn, məlumat tapılmayanda. Elə gəl bunu yazmışkən, bax belə bir şey eləyək. Deməli, bizim burada siyahımız var da, düzdür. Dedik ki, siyahını olddur, bu hələlik qalsın. Var burada response. İndi bax belə burada bir şey izləyəcəyik. Əgər listimiz belə deyək, bərabər nuldursa və ya elə təklif et. Belə deyim, listimizin countu sıfırdırsa, biz ona göndərəcəyik not form. Əks halda biz bunları göndərək. Hətta belə deyim, qısaltmaq adına əslində bax, biz bunu götürək. Əlavə eləyək bura. Bu artıq kodlar bizə lazım olmayacaq. Və belə. Və bu halda istifadə eləyə bilərik. İndi gəl, belə eləyək. Hətta elə yazmışam, bunu da çalışdıraq. Realda görək status kodları. Run olur artıq. Okey, bizim həmin bax get API-miz idi. Try elədik. 404. Bax, buna fikir ver, 404 qaytardı. Yəni məlumat yoxdur. Amma indi biz gəlib bura məlumat əlavə eləsək, ID-si 1 ilə dedik alma olsun, 2.5 olsun, aid 1. Bunu əlavə elədik. Təkrardan gedib biz API-mizi çağırsaq, bax artıq dəyişdi 200. Bu da həmin belə deyim də bizim API-mizi hansı front-end developer yazmağa çalışsa, çağırmağa çalışanda həmin situasiyalardan artıq öz davranışını sərgiləyəcək. Yəni görəcək ki, 404-dürsə, yəni deyəcək data yoxdur. İndi hansı tip məlumat lazımdırsa frontda onu qeyd eləyəcək. 200-dürsə, okey, uğurludur. Verilən bu məlumatları frontda uyğun yerə yerləşdirəcək. Bax, bu situasiyada gördüm, biz heç bir belə bir şey deyim də, status kodla bağlı əlavə iş görmədik. Niyə görə? Çünki zaten bunu .NET özü tənzimləyib də, deyir, hazır metodlar sənə təqdim edirəm. Bunları niyə görə təqdim edir? Çünki bunlar hər biri aktiv istifadə olunandır. Düşün, hər developer, minlərlə developeri var da, nə qədər də layihələr işləyirlər. Hər biri gətirib bu funksiyanı niyə təkrar-təkrar yazsın? Elə .NET də onun üçün elədən deyir, hazır sənə təqdim edirəm. Bu metodu istifadə eləyərək bütün belə deyim də 404 ilə bağlı olan məlumatları sənə göndərəcəm. Təkrardan biz gəlib burada delete əməliyyatı eləsək, ID-sini də 1 qoysaq, bax, məlumat silindi. İndi təkrardan biz qayıtsaq bura, yenidən 404. Not found verir title, trace ID-yə və bunları da sonra keçəcəm. Bu da title. Avtomatik olaraq bax, title özü qaytar, statusu deyir 404. Yəni biz ekstra bir iş görməmizə ehtiyac qalmır. Eşidirsən? Bəli, bəli, bəli. Üzünü sayın internet getmişdi. Hə, arada deyəsən mən də elə gördüm, qırılma oldu. Hə, ona görə indi Bircə boşum. dəqiqə onda, bircə dəqiqə deməli, biz burada neynədik? Hə, bu bizim 404-ümüzdə yoxladıq. İndi baxaq görək bizim hansı situasiyamız var. Deməli,
Biz əvvəlki API-larda müəyyən qədər validationlar əlavə eləmişdik. Hə, bax məsələn burada nə ola bilər? Deməli, delete göndərir də, düzdürmü? Uyğun məlumat və tapılmadı yazmışıq. Biz bunların hər birini artıq normallaşdıracağıq. Gəl indi bunları belə deyim də, normallaşdırmağa başlayaq. Sorry, burada qeyd eləmişik. Bad request. Uyğun məlumat tapılmadı ilə qaytarmışıq. Əslində amma data yoxdursa, bunu da biz elə not founddan qaytaracağıq. Bad request bu halda yox. Bad request'i validation halında qaytaracağıq. Gözlə bunları düzəldək. Deməli, not found olacaq o. Neysə, manual əlinə zaten yaza bilərik. Deməli, item tapılmadısa, not found qaytaracağıq. Buranı düzəltdik. Sonra deməli, nə ola bilər? Delete'də ekstra bir şərtimiz... Hə, nə ola bilər? Bax, gəl, məsəl üçün, validation yaza bilərik. Əgər göndərilən, məsələn, ID dəyəri kiçikdirsə sıfırdan və ya, məsələn, indi belə bir şey deyək də, müəyyən özümüz üçün limit təyin edirik, düzdür, bu şey deyil, aktiv deyil. Fərz eləyək ki, 100 mindən böyükdürsə, validation xətasızsa, bu situasiyada artıq biz şeyi qaytaracağıq, bad request-i. Bad request. Adından da bilindiyi kimi də elə bir göndərilən request pisdir. Göndərilən cavab pisdir. Deyirik ki, həmin bax bu ID-ni də geri qaytaracağıq. Fərz eləyək ki, ölçü, ölçüdən kənara çıxma. Məsələn, belə bir xəta qaytaracağıq situasiyada. İndi təkrardan bunu run eləsək. Run olsun, biz yeni situasiyamızda indi görəcəyik burada. Elementimizin tapılmadığı halda və yaxud problemli halda. İndi məsəl üçün delete göndərməyə çalışırıq. Gəl belə eləyək. Mənfi məsəl üçün 78 göndərdi. Biz buna qaytaracağıq ki, 400-dən qaytardıq. Sonra, amma indi mənfi qaytarmayıb 4 yazsaq, 404 qaytardıq ki, yəni belə bir məlumat yoxdur. Okey, indi gəl silmək üçün əməliyyatımızda bir dənə yoxlayaq ki, görək tam olaraq uğurlu keçirmi yoxsa yox. Bu arada bircə dəqiqə burada açıq qalıbsa, request-i göndərək və qayıtsaq buradan birinci ID-li məlumatı silmək yoxsa, bax, məlumat silindi. 200 qaytardıq, məlumat da silindi. Yəni 3 dənə situasiyanı artıq HTTP status kodumuzu biz burada həndl elədik. Delete əməliyyatında. Elementimizin tapılmadığı hal ola bilər. Not found qaytaracağıq. Sonra tapıldığı halda təbii ki, uğurla siləcəyik. Əks haldasa, bayaq dediyimiz kimi, bu elə bir sadə bir validation təyin eləmişik. Təbii ki, indi bu real nümunələrdə belə olmayacaq. Sadəcə bu belə deyim də bad request-in istifadə olunduğu halı göstərmək üçün. Bad request-i daha yaxşı harda təyin eləyə bilərik? Put əməliyyatında və post əməliyyatında. Çünki burada göndərdiyimiz məlumatlar çoxdur. İndi gəl bunlarla bağlı da müəyyən əlavələr eləyək. Deməli, nələrimiz var? Baxaq görək bu əməli... Bir dəqiqə. Təkrardan run oldu. Neysə, söndürək. Okay, go to definition eləyək. Deməli, biz burada nəyimiz var? ID-miz var, yenə name var, price var, kod var. Bunların hər birinə müəyyən ölçü tətbiq eləməklə və yaxud sərhədlər qoymaqla biz validationlarımızı aktivləşdirəcəyik. Tamam, başlayaq buradan. Birinci, elə ID məsələsini göndərəcək. Hal-hazırda biz belə deyim də, post eləyəndə ID-ni göndərdik, əslində göndərməyə də bilərik də. Normalda göndərməyəcək, amma hal-hazırda göndərik, neysə ona fikir verməyək. Elə birinci olaraq təqdim elədik. Deməli, ümumiyyətlə klassımızı boş göndərə bilər. Yaxşı şeylə göstərdi, onu da yoxlayarıq. Gəl belə eləyək, burada alt-alta yazacaq. Və ya produktun içində .id bayaq dediyimiz kimi sıfırdan kiçikdir və ya produktun daxilində olan ID böyükdür 100 mindən. Bu oldu bununla bağlı. Sonra
bizim string dəyərlərimizin içində məsəl üçün name ola bilər ki, boş göndərsin. Buradakı situasiyanı görürsən, name-i göndərir, boş göndərir. Və yaxud name ola bilər ki, heç göndərməsin. Ola bilər də, yəni belə bir situasiyada göndərim. 500 biz problem almaq əvəzinə biz artıq handle eləyəcəyik ki, bax burada beləndə validation xətası qaytaraq. Okey, qaydırıq bura. Onu da belə yoxlaya bilərik. Bizim stringimizin içində belə bir funksiya var. Is